Hicamanın 4 dənə təxminən üsulu vardır, kəsmə üsulları. Düz kəsmə var, yandan kəsmə var, aşağıdan yuxarı ki, yuxarıdan aşağıya kəsmə üsulları var. Onlar da əsasən nə ilə nəzərdə tutulur? Pasientin çəkisinə görə, onun dərisinin rənginə görə, yaşına görə nəzərdə tutulur. Əsasən sirlərindən biri də hamı bildiyi kimi kəsmək deyil. İnsanın ana bətnində olan hüceyrəsi ilk hüceyrə quyruq nahiyəsində olan, büzdümdə olan hüceyrədir. İnsan oradan inkişaf eləyir, aşağıdan yuxarı, yuxarıdan aşağıya doğru. Ona uyğun kəsik üsulları var, kəsmə üsulları var. Aşağıdan yuxarıya mı kəsilməlidir, yuxarıdan aşağıya mı kəsilməlidir? Ondan da əlavə insanlarda olan təzyiqə görə, insanlarda olan çəkiyə görə, olan problemə görə yuxarıdan başlamaq mı lazımdır, yoxsa aşağıdan başlamaq mı lazımdır? Bəziləri deyir ki, məndə təzyiq var, getdim hicama elətdirdim, heç təzyiqim düşmədi. Xeyr, onun üsulunda doğru formada olunsa, onun təzyiqi düşəcək. Ondan da əlavə olaraq, insanlar var ki, getdim mənə baş gicəllənmə verdi, huşumu itirdim, düzgün formada hicama olunmayıb. Kəsikləri düzgün formada atanda o heç də özündən getmə, huşunu itirmə kimi bir proses baş verməz. Ona görə də özünüzü mütəxəssislərə həvalə edin. Kiməsə gedib hicama olunmayın. YouTube tələbələrinə hicama olunmayın. Onlar gedirlər YouTube'dan, götürürlər, misal üçün mənim elədiyim prosedur görürlər, gedib başlayırlar hicama elətdirməyə, eləməyə. O yanlışdır. Kim bu kimi şeylərdən əziyyət çəkirsə, bizə müraciət edə bilər. Hicama Sağlıqlı Yaşam Mərkəzinə. Buyurub gələ bilərsiniz.